Bismillah. 2026'da varlanacaq bürclər şans qapıları açıldı. 2026-cı ildə varlanacaq şans qapıları açılacaq bürclər astroloji proqnoz. Astrologiya üzrə 2026-cı il üçün müxtəlif mənbələrdən toplanan proqnozlara görə bəzi bürclər pul, karyera və ümumi uğur baxımından digərlərindən daha çox şanslı enerji qəbul edəcək. Unutma ki, bu ümumi astroloji tendensiyalardır. Şəxsi doğum xəritən günəş, ay və yüksələn nəticəni çox dəyişə bilər. 2026-da maliyyə və varlanma baxımından şanslı bürclər. Qoç, yeni iş fürsətləri, biznes və karyera artımı üçün müsbət il. Enerjini düzgün yönətmək uğuru artırır. Şir, yaradıcı sahələrdə və karyera sahəsində böyük imtiyazlar, yüksək gəlir və tanınma fürsətləri gözlənilir. Uzun müddətli uğur üçün güclü enerji. Qız, Virgo, çalışqanlıq və diqqət nəticəsində səylərinə görə maliyyə mükafatları, uzun müddətli layihələrdən gəlir əldə etmək imkanları yaxşıdır. Ox atan, təhsil, səyahət və uzun müddətli məqsədlər üçün şanslı il. Maliyyə fürsətləri və uğurlu bağlantılar. Dolça, həyatında yeni başlanğıclar, karyera və şəxsi inkişaf üçün əlverişli dövr, emosional və maddi sabitlik arta bilər. Xərçəng, astroloqlar bəzilərinin üçün pul və həyat şansının yüksələcəyi, xüsusilə ilin müəyyən dövrlərində daha çox sərvət cəlb edəcəyi mövqeləri var. Digər astroloji mənbələrə görə güclənəcək və şanslı təsirlər alan bürclər. Oğlaq, əmək sərfini məntiqli şəkildə istifadə etdikcə sabit uğur və artım. Əqrəb, risk və yeni layihələrdə uğur imkanları, sərmayə və gəlir artımı perspektivləri. Buğa, səbr və zəhmət sayəsində maliyyə partlayışına doğru addımlar. Qısa astroloji görüntü. Şanslı və perspektivli bürclər. Astrologiyada 2026-cı üçün çıxan trendlər ümumilikdə bu istiqamətləri göstərir. Qoç, şir, ox atan, dolça, qız, xərçəng. Maliyyə və karyera sahəsində daha çox dəstək alacaqlar. Oğlaq, əqrəb, buğada bəzi mənbələrə görə sərvət və inkişaf üçün əlverişli il keçirmək potensialındadır. Nəzərə al. Astroloji proqnozlar ümumi istiqamət verir. Şəxsi doğum xəritəsi, qarşıya qoyulan məqsədlər və səy fərdi nəticələr üçün çox önəmlidir. Şans enerjisindən maksimum faydalanmaq üçün məqsədyönlü hərəkət etmək və planlı səy göstərmək məsləhətdir.